Hansı üzvü maddədir ki, kuprumonu kupruma qədər reduksiya edir? Hansılar? Bilmədim. Bilmədim. Kim deyə bilər uşaq? Mehriban desin. Kuprumonu kupruma qədər. Aldehidlər, göy, sarı, qırmızı rəng. Yox, o deyil cavab. Bir atomlu spirtdir. Spirtlərdir uşaqlar, spirtlərdir. Spirtlərdir, düzdür. Onu kim dedi? Zeynəb dedi. Bəli. Əhsən Zeynəb. Bir atomlu spirtlər. Bir atomlu spirtlər, özü də birli spirtlər bu reaksiyaya girəndə nə verirdi? İkili spirtlər girəndə nə verirdi? Kim deyər? Birli aldehid. Birli aldehid, ikili keton. Birli aldehid, ikili keton. Uşaqlar, üçlü spirtlər oksidləşəndə nə verirdi? Oksidləşməz. 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 Turşu müəllim. Oksidləşməz. Əslində kim dedi turşunu? Mən müəllim. Ayan deyir. Əslində ayan, onların da reaksiyaları var. Məsələn, bizim vaxtı kitablarda var idi. Deyirdi ki, üçlü spirtlər oksidləşib karbon turşusu ilə keton verir. Amma o sonra proqramdan çıxarılıb. İndiki proqrama görə biz deyirik ki, üçlü spirtlər oksidləşib. Şəkildə deyir. Ona görə sən dedin, ona görə dedim, bəlkə də indi öz müəllimində əvvəlki hazırlıqda eşitmirsən. Yəni düzdür, var elə bir şey, amma biz burada indi deyirik ki, belə deyirik ki, dərslik belə yazır, deyirik, birli spirtlər aldehid, ikili spirt turşu, birli spirt aldehid, ikili spirt keton, üçlü spirtlər deyirik oksidləşir. Burada diqqətli olun. Uşaqlar, belə bir sual verirəm, bu suala kim bilsə cavab verər. Belə bir sual bizə düşə bilər ki, deyər ki, hansı reaksiyanın qısa iyon tənliyi H müsbət, OH mənfi, H2O şəklindədir? Hansı reaksiyanın qısa iyon tənliyi? Bəli. Biz bu zaman hansı reaksiyanı götürə bilərik? Hansı reaksiyanın qısa iyon tənliyi H müsbət, OH mənfi, H2O şəklindədir? Kim deyər? Biz bu zaman neytrallaşma reaksiyasını götürərik. Gülsün, bütün neytrallaşma reaksiyalarını götürə bilərik bu şərtə? Bəli, məncə. Gülsün deyir, bəli, götürə bilərik. Mən yazıram. Amma söküntü halında. Bəli. Mən yazıram barium hidroksid üzərinə gəl sulfat turşusu. Bu reaksiyadan alınır barium sulfat üzərinə gəl 2 mol H2O. Uşaqlar, bu reaksiyanın qısa iyon tənliyini bu şəkildə götürə bilərik, götürə bilmərik. Çünki burada söküntü alınır. Söküntü də dissosiasiya eləmir, su da olduğu kimi zəif elektrolit deyiləmir. Onda biz bu reaksiya üçün deyə bilərikmi belə bir şey? Qısa iyon tənliyi ilə tam iyon tənliyi üst-üstə düşür. Bu fikir deyə bilərik bu reaksiya üçün, yoxsa deyə bilmərik. Reaksiyalar olur. Reaksiyalar olur. Bir hansı reaksiyada qısa iyon tənliyi ilə tam iyon tənliyi üst-üstə düşür. O reaksiyalar üçündür ki, orada yəni heç nə getməsin, islah getməsin, iyonlarını ayıra bilməyəsən ödəyir. Uşaqlar, belə bir dənə sual verirəm, görün bu suala kim cavab verər. Deməli, digər